Nərmin 5 aylıq övladını Sabunçu xəstəxanasında tələf etdiklərini bildirir. Xəbərə keçməmişdən öncə burada müsbət işarəsi görürsünüzsə üzərinə basaraq səhifəni izləməyi unutmayın. Nərmin Ağayeva adlı xanım Sabunçuda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasından şikayətçidir. Sorğu TV xəbər verir ki, axşamazı açıqlama verən xanım 5 aylıq hamilə olduğunu, övladının xəstəxanada həkimlərin səhvi nəticəsində tələf edildiyini bildirib. Xanım bildirir ki, az qanaxması olub, xəstəxanaya gedib. Gecə saat 2 idi, Elnara adlı həkim məni qəbul etdi, amma yaxınlaşmadı. Təyinatla Analgin Dimitrol vurdu, şöbə müdürü Pərvanə Orucova gəldi. Eyni zamanda həkim Mehdiyeva Zabilə gəlib, yaxşı baxsınlar deyə onlara pul verib. Amma baxmayıblar. İlk USM-də dedilər, heç nə yoxdur. Qan damar zədələndikdə dərinin altına su yığılıb, hematomadır bildiriblər. Söylədilər ki, müalicə olunub, evə buraxılacaqsan. Sən demə, su açılışı olub, onu da bunlar edib. Qolumda sistem ağrıya həkim otağına getdim ki, mənə baxın, təsəvvür edin, yenə o halda USM otağına qədər məni yeritdilər. Bu dəfə dedilər ki, su açılışı olub. Mənə Nərmin adlı qızın USM nəticələrini veriblər. Dedilər, 2 gün burada qal, uşaq qalsa qalacaq, qalmasa götürəcəyik. Mənim bədənimə zəhərlənmə verməyə başlayıb. Həkimlər isə maraqlanmır. Ailəm məni başqa xəstəxanaya yerləşdirdi və digər xəstəxanada dedilər ki, uşağın tələf olmasına səbəb vurulan Analgin və Dimitrol olub. Uşağın 3 saylı şəhər klinikasının həkimlərinin etimadsızlığı tələf edib. Sizin bəs başınıza Sabunçu xəstəxanasında hansı hadisələr gəlib? Ümumiyyətlə o xəstəxananın fəaliyyəti sizi qane edir? Kimlərin başına nə problem gəlibsə yazsın bura.